Sen büyük ve rahmetilsen, o günahkar kulunu... Anda sığar ki cahan. Ben bu cahana sığmazam. Gövher ila mekan menem. Kövn mekana sığmazam. Azərbaycan kinosunun ən maraqlı və ən dəyərli tarixi filmlərindən biri olan Nəsimi filmi haqqında danışacağıq. Bu film Azərbaycan kinosunun qızıl səhifələrindən biri hesab olunur və həm tarixi, həm də bədii baxımdan çox böyük əhəmiyyət daşıyır. Nəsimi filmi yazıcı İsa Hüseynovun məşhur Məhşər romanı əsasında lentə alınıb. Film Azərbaycanın görkəmli şairi və filosofu, Hürufi təriqətinin tərənnümçüsü olan böyük şəxsiyyət İmadəddin Nəsimiyə həsr olunub. Onun düşüncələri, fəlsəfəsi və həyat yolu bu film vasitəsilə ekranlara daşınıb və Azərbaycan kinosunda unudulmaz iz qoyub. Ustadımızın məramı sənin haqdır. Teymurləngin əsarətindən qurtarmaq və Azərbaycanı Şirvanın təxti himayəsində cəmləşdirmək üçün biz sənə kömək etməyə hazırıq. Ümdə şərtimiz, şah və şahın bahadırları gərək hürufi elmin istinad etsinlər. Yəni haqqı danaq? Əksinə şahım, Fəzlin kitablarını mənimsəsən, həqiqəti fəhm edərsən. Allahın birliyində deyilsə həqiqət hardadır? Cümlə aləm özü Allahdır şahım. Filmin çəkilişlərinə 1972-ci ildə Nəsiminin 600 illik yubileyi münasibəti ilə Heydər Əliyevin göstərişi ilə başlanılıb. Bu qərar Azərbaycan mədəniyyət tarixində xüsusi yer tutur. Çünki belə böyük tarixi layihənin həyata keçirilməsi dövlət səviyyəsində dəstəklənmişdi. Mirəli düz deyir Abdullah əmi. Div bizim dilimizdə cəhalət rəmzidir. Necə yəni bizim dilimizdə? Sizin diliniz ayrıdır. Bizim şairi? Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz. Bu quş dilidir. Bunu Süleyman bilir ancaq. İndi belə oldu. Nəqqaş Abdullah, cahil oldu, nadan oldu. Amma Abdullahdan törəyənlər, quş dili bilən Süleyman oldu. Filmin rejissoru Həsən Seyidbəyli, bəstəkarı isə Tofiq Quliyevdir. Bu iki sənətkarın əməkdaşlığı nəticəsində film həm vizual, həm də musiqi baxımından çox güclü bir əsərə çevrilib. Film 1974-cü ildə Bakıda keçirilən 7-ci Ümumittifaq Kino Festivalında tarixi mövzuda çəkilən ən yaxşı film mükafatına layiq görülür. Bu uğur Azərbaycan kinosunun SSR məkanında da nə qədər güclü olduğunu bir daha sübut edir. Tabeliyindəki orduya gəlincə, dostumuz Mövlan Əli Çaparlı xəbər göndərib. Bayazid Bursadan çıxıb, İskəndəriyyə doğru gedir. Teymur ehtiyat eləyir ki, Bayazid hiylə işlədər. Səmtini dəyişib Şahruğun üstünə gedər. Baş rolun ifaçısı Rasim Balayev isə ən yaxşı kişi obrazına görə xüsusi mükafatla təltif olunur və bu rol onun həyatında dönüş nöqtəsinə çevrilir. Amma bu uğurun arxasında çox maraqlı və dramatik hadisələr dayanır. Rasim Balayev Nəsimi roluna dəvət alanda depressiyadaydı və xəstəxanada yatırdı. Ona ssenari veriləndə o ümumiyyətlə filmə çəkilə biləcəyini düşünmədiyi üçün ssenarini belə oxumur. Hətta vəziyyət o yerə çatır ki, Mərkəzi Komitədən göstəriş verilir ki, Nəsimi roluna daha tanınmış və təcrübəli aktyor çəkilsin. Rejissor Həsən Seyidbəyliyə deyirlər ki, nə baş verəcəksə, bütün məsuliyyət sənin üzərindədir. Amma o, qərarından geri çəkilmir və Rasim Balayevi bu rola gətirmək üçün israr edir. Uzun məşqlərdən sonra aktyor filmə çəkilməyə razı olur və nəticədə Azərbaycan kinosunda əfsanəvi bir obraz yaranır. Filmdə Xalidə Quliyeva, İsmail Osmanlı, Yusif Vəliyev, Məmməd Rıza Şeyxzamanov, Kamal Xudaverdiyev, Muxtar Maniyev, Əbdül Mahmudov, Səməndər Rızayev və bir çox digər məşhur aktyorlar rol alıb və hər biri bu filmə öz möhrünü vurub. Filmin çəkilişləri Azərbaycanın ən çətin və eyni zamanda ən möhtəşəm təbii məkanlarında aparılıb. Qobustan, Naxçıvan, Əlincə qalası, Atəşgah məbədi, Hələb, Ramana qalası və Xivə. Bu isə filmi daha da real və möhtəşəm edən əsas amillərdən biri olub.
ən maraqlı faktlardan biri isə budur ki, çəkilişlər zamanı heç bir dekorasiyadan istifadə olunmayıb. Hər şey real məkanlarda, təbii şəraitdə lentə alınıb. Amma bu gözəlliyin arxasında çox çətinliklər də olub. Hava çox isti olduğu üçün Qobustan və Naxçıvanda çəkilişlər olduqca ağır keçib. Gün vurma halları baş verib, hətta çəkiliş qrupu ciddi çətinliklərlə üzləşib. Hətta çəkilişlər zamanı rejissor assistentini ilan sancıb. Bu, film tarixində çox az rast gəlinən hadisələrdən biridir. Fatimə obrazını canlandıran Xalidə Quliyeva atdan yıxılır və eyni zamanda əqrəb sancması təhlükəsi ilə üzləşir. Bütün bunlara baxmayaraq, çəkilişlər dayandırılmır və film davam etdirilir. Nəsiminin edam səhnəsi isə filmin ən ağır və emosional səhnələrindən biridir. Bu səhnədə İsa Hüseynov aktyor Rasim Balayevə təklif edir ki, üzündə ağrı və izdirab yaratmaq üçün əlində mismar saxlasın və sıxsın. Bu səbəbdən aktyorun əli zədələnir və həmin səhnə tam şəkildə çəkilmir. Rejissor Həsən Seyidbəyli isə Rasim Balayevə bir gün yemək verilməsinə icazə vermir ki, onun üzü daha solğun və yorğun görünsün. Bu da filmin real təsir gücünü artırmaq üçün edilmiş bir qərar idi. Teymurləng obrazı üçün Adil İskəndərov da namizəd idi. Aktyorların münasibəti soyuq olsa da, Adil İskəndərov bu rola Yusif Vəliyevin daha uyğun olduğunu bildirir. Filmdə Teymurlənglə bağlı bir çox səhnələr sonradan çıxarılıb. Hətta rejissorun oğlu Rıza Seyidbəyli də qeyd edir ki, Yusif Vəliyev çox güclü aktyor idi və əgər onun səhnələri daha çox qabardılarsa, Nəsimi obrazı kölgədə qala bilərdi. Ona görə əsas diqqət yalnız Nəsimi obrazında saxlanılıb. Rejissor çəkiliş zamanı Yusif Vəliyevə belə deyir: "Yusif, yaddan çıxarma ki, biz Nəsimini çəkirik. Əmir Teymuru yox." Anlam. İldırımı, dolusu, tufanı var bu dünyanın. Seli, daşqını, zəlzələsi var. Kamil insan cümlə aləmin sirrinə vaqif olacaq. Və heç nədən qorxmayacaq. Korkusuz insan, insan değil. Kudurmuş ittir. Filmdə Şəms obrazını canlandıran Almaz Əskərova isə həyat yoldaşı vəfatından sonra səhnədən uzaqlaşır, özünə qapanır və ağır xəstəliyə tutulur. Nəticədə 39 yaşında dünyasını dəyişir. Xalq artisti Xalidə Quliyeva isə bu gün də ara-ara sənət fəaliyyətini davam etdirir. Filmlə bağlı müzakirə olunan maraqlı məqamlardan biri isə çəkilişlər zamanı yerdə siqaret kötükləri və bəzi lükların görünməsi olub. Bu da film tarixində maraqlı detallar kimi yadda qalıb. Nəsimi filmi 2010-cu ildə bərpa olunub və bu gün də Azərbaycan kinosunun ən böyük şahəsərlərindən biri kimi yaşayır və izlənilir. Kanala abunə olmağı unutma. Belə tarixi və möhtəşəm filmlər haqqında daha çox video gəlir.